Bəziləri var, evdə televizor açır, başlayır əxlaqsız teleserial kinolara baxmağa. Zövcəsinə də deyir ki, sən baxma, sən o tərəfə bax ki. Burada kişilər var, sana baxmaq olmaz. Yəni, həmin kinoda qadınlar yoxdur ki, sanki. Sanki sənə baxmaq naməhrəmlərə halaldır, amma zövcənə haramdır. Bəzən də qapını kilitləyir burada, mən kinoya baxandan sən burada idarə eləyinə. Onlar qardaşlar belə, heç vaxt olmaz. Bu kişinin, bu belə tipdə, belə xarakterdə olan kişinin ailəsində heybəti olmaz. Ailəsində heybəti olmaz. Kəmə tədinu tudən. Sən bilginən ki, əgər sən bir ciddi müsəlman olmasan, sən gözünü naməhrəmlərdən qorumasan, sən naməhrəmlərlə yersiz yerə danışmaqdan çəkinməsən, onlarla xəlvətdə qalmaqdan çəkinməsən, Allah sənin zövcəni, qızını, bacını, ananı, sənin ətrafında olan qadınları kimisə bununla ibtila eləyəcək. Çünki bu borçdur, möhtərəm qardaşlar. Sələflərdən belə bir hekayə gəlir. Bir salih kişi olur, salih. Çox salih, dindar bir ailəsi olur. Kiməsə baxmaz, kiməsə danışmaz, kiminsə haqqına girməyən bir ailə olur. Və bunlara hər gün süd gətirən bir adam olur. Qapılarını döyür, südü verir, qapının altından pulu götürür və çıxır gedir. İllər boyu süd satan insandan ev sahibləri görüşmür. Çünki bir dəfə görüşüblər ki, südü gətirəcəksən, qapını döyəcəksən, altından pul alıb gedəcəksən. Kişi xəstələnir. Evə, bazardan nəsə almağa ehtiyac olur. Yeni yetkin oğlunu, həddi buluğa çatmış oğluna kişi pulunu verir ki, get bazardan ehtiyacımızı al, gəl. Al və gəl, orada vaxt keçirməklə. Və nəhayət oğlu evdən çıxarkən süd satan gəlib qapını döyür. Və kişi xəstə olur, yataq döşəyində olur. Zövcəsinə deyir ki, süd satan gəlib, get südü gətir yenə. Düşüb südü gətirərkən altından pulu keçirir çölə. Və süd satan pulu götürmədən təkrar qapını döyür. İsrarla qapını döyür. 2 dəfə, 3 dəfə qeyri-adi bir haldır. Qadın qapını açdığı zaman əlini uzadır, qadının əlindən tutur süd satan. Və qadın tez əlini çəkərək qapını onun üzünə örtür və ərinin yanına qayıdır, ağlaya-ağlaya ki, ərinə desin ki, bugün xəyanət elədi süd satan. Ona əlinə toxundu süd satan. Və kişiyə gəlib xəbər verdikdə, kişi başını aşağı tikir və zövcəsinə deyir ki, səbr elə ginən. Qadın etiraz eləyir, sən kişi deyilsənmi? Yəni, sənin zövcənə əl atdılar, əlini gəlib əlimə vurdular. Sən ürəyi soyuqca oturub deyirsən ki, sən səbr elə. Kişi hikmətli olur. Üstəlik də savadlı bir insan, üstəlik də salih bir kişi olur. Deyir ki, gözlə, biraz sonra görəcəksən, səbəbi kimdir bunun? Və nəhayət qardaşlar, oğlu gəlir bazardan, gülə-gülə gəlir, evə girir, oturur. Oğluna deyir ki, ey oğlum, necə keçdi bazarlığın? Deyir, çox yaxşı keçdi yatan. Deyir, kimdən aldın bunu? Deyir, bazarda satıcının birindən. Deyir, kim idi, nəçi idi? Deyir, bir qadın idi sadəcə. Deyir, necə elədin al verir? Deyir, pulu verdim, malı götürdüm, gəldim. Deyir, vəssalam. Deyir, bəli vəssalam. Deyir, başqa heç nə olmadı. Deyir, sadəcə əlim əlinə toxundu. Əlim əlinə toxundu. Zövcəsinə deyir ki, oğlun nə qədər artırsaydı ona, o qədər süd satan sənə artıracaqdı. Bu borçdur. Ona görə qardaşlar, kişiliyi oyaq olan kişilər, qeyrətli kişilər, siz baxın, öz həyatınızı qorumaq üçün günahlardan çəkinin. Rasulullah sallallahu aleyhi ve sellemin dövründə bir cavan oğlan gəlir, deyir ki, ya Rasulullah, namaz qılacam, oruç tutacam, zəkat verəcəm, həccə gedəcəm, amma zina etməyimə izin ver yine. Rasulullah sallallahu aleyhi ve sellem gənci çağırır yanına, deyir ki, gəl yaxın gəl. Gəl yaxın gəl, çəkinmə yine. Rasulullah nə onu döymür, nə söymür, nə təhqir eləmir, nə qovu bitirmir. Və ona deyir ki, sənin anan varmı? Deyir, var. Deyir, kimsə gəlib sənin ananla zina etməyinə razı olarsanmı? Deyir, sənin haqq üzrə göndərən Allah'ın da olsun ki, xeyr ya Rasulullah. Deyir, sənin bacın varmı?
qızın varmı, xalan varmı, maman varmı, hamısını bir-bir sadalayır, sayır. Və hamısını saydıqda deyir ki, kimsə onunla zina eləsə razı olarsanmı? Deyir ki, xeyr ya Rasulallah. Deyir, eləcə də insanlar istəmir ki, kimsə onun anası ilə, bacısı ilə, xalası ilə, qızı ilə zina eləsin. Sən zina etmək istədiyin kəslər, kiminsə qızıdır, kiminsə arvadıdır, kiminsə bacısı, kiminsə xalası, kiminsə mamasıdır. Yəni, ona görə qardaşlar, qəlbi oyaq olan qeyrətli kişilər, siz necə istəmirsiniz ki, sizin məhrəmlərinizə kimsə baxsın, eləcə də siz gözünüzü qoruyun kiminsə məhrəmlərinə baxmaqdan. Əks halda, əgər siz belə etməyəcəksinizsə, bu sizə olunacaqdır nə vaxtsa. İxlasla.com saytı tərəfindən təqdim olundu.